Ya salam necəsiz dostlar? Bugün sizlərlə beraber masamı düzəldirəm. Gördüyünüz kimi bomboşdur. Bir daha bunlar var. Bunları çəkdikdən sonra bomboş bir divar olur. Mən bir vaxt düzəltmişdim. Çox pis olmuşdu da yəni. Birinci bu qabdan başlamaq istəyirəm. Bu qabı ortaya qoyacağım. Çünki qabağını içinə qoymaq istəmirəm. Bu belə. Keçən səfərkindən olur yenə də. Amma baxın, bunu da buradan belə qoysaq, bunu burada şkafım var, yəni bunu belə sökəsək, orasına da oha, bunun üstünü tozu indi belə bilmirmiş. Silib eləmirəm. Gərək bir gündə masamın təmizlik vlog çəkəm. Neysə, orasına baxın bunu qoyuyorum. İndi ağlıma gəlir, videoda ağlıma gəlir, yəni belə düşünməmişdim. Belə, o yüzden nə qədər yəni yer qalır. Bu da kafkanın üstündə eləyirəm mən. Yəni bir müddətlik deyək də. Naşnik qabını belə qoyacağam. Bunu da belə. Buradan qoymaq istəyirəm. Derdim ki oldu tam. Amma çox şey üst-üstə görsəndi. Buradan qoysaq necə olar? Baxın orada. Bu hələyinə qalsın. Ya da var belə eləyəm bunu. Xoş. Baxın bu burada qalsın. Bu bura. Bunu da götürək. Burada qalsın. Bu belə eləyək. Olmadı. Bunu. Bu üzə qoyaq. Həm iki yerə kəsirsəm deməyəcəm. Çünki ortada da qaldı. Bir yaxşı kim olsun. Baxın belə. Açılması da kolay olsun. Yəni onun üçün deyirəm. Açılması biraz zor olacaq gibi. Belə qalanda açılır. Belə qalanda lap qəşəng olur. Baxın belə. Burası boş qalmasın. Belə qablar düzəltmişəm. Bunu bura salım. Yəni kamera uzaqdan çəkdiyi üçün yəni siz görə bilməyəsiniz. Ən yaxşısı kameranı belə gözləyin. Tamam belədir, yaxşı gəldi. Üzüm görsənməz, nəysə. Bu kartlarım olan bu qabı bir yer düşünün. Peki altta. Bunların ağzı yəni boğulanır. Bu buradan da belə qala bilər, amma çox üst-üstə qaldığı üçün belə qoyacağım. Fırada. Baxın belə. Bu qabın için boşalıb başqa şeylər yığa bilərəm. Sonra nə qaldı? Bu qabımız. Əla fikir tapdım. Qorxuram. Bunu buradan belə qoyaq deyəcəm. İşqaf açılmayacaq. Bir yəni lazımsız bir şeydir. Amma belə qoysaq işqaf tam açılacaq məncə. Hə, bu belə tam açılır. Buradan qalsın bu. Şkafın boyutuna görə. Bunu da elə bunun yanından qoyduq ki, bunlar var. Burada adlar yazmışam, amma sizdən də vlogda göstərirəm. Bu qabda. Bu qabda yəni lazımsız əşyalar var. Bunları da yan-yana koyduk. Yəni nə qaldı başqa? Bu qaldı. Bu qalıb. Bunun üstünə qoymuşdum. Bunu buradan belə qoya bilmərik. Amma belə qəşəng oldu. Bunu bence onun üstünə qoyaq deyəcəm, amma olmaz. Belə yaxşı deyil. Neysə, hələyinə bunu bunun altına qoymuşum deyəsən. Ki, bu belə qalsın. Kiçik dəftərə, dəftərdə elə bunun üstünə qalsın dedim orada. Neysə, onu qoyanda bunun yeri, bu yeri. Bu əslində yəni yox idi da masamda. Bunun içindəydi. Bunu açırıq. Bunu bunun içinə qoyum. Belə suladım. Kamera. Ay. Tamam, belə oldu masam. Bu stickerın da
Nasıl yapıştır? Videoyu beğendiyse kanala abone olup like atıp yorum yazmayı unutmayın. Böyle olduysam. Böyle. Bıçağızdı. Böyle. Hepsine. Videoyu beğendiyse kanala abone olup like atıp yorum yazmayı unutmayın. Bay bay.